Xoş gördük, hörmətli izləyicilər, Azad Media izləyiciləri, eləcə də dünyada və Azərbaycanda yaşayan həmvətənlərimiz. Xatırlarsınızsa, bir neçə gün bundan əvvəl Gəncə şəhər sakini Elşad Məmmədov Azad Media TV olaraq bizə müraciət eləmişdi. Müraciət eləməyində məqsəd ona məxsus mülkiyyət hüquqlarının pozulması idi. Bax, gördüyünüz oradan başlayaraq o küçənin başına qədər olan torpaq hissəsi Elşad Məmmədova məxsus olub. Lakin Gəncədəki o zamanki Nizami rayon icra hakimiyyətinin başçısı bu torpaqları və digər 5 vətəndaşa satıb və ya verib. Mən onu bilmirəm. Yəqin ki, sənədlər bilər onu. Baxmayaraq ki, həmin ərazi rəsmən sənədlərlə, indi yəqin ki, özü də sənədlərini göstərəcək, Elşad Məmmədova məxsus olub ki, sabah həmin bu torpaqların üzərində tikilən evlərin icraya yönəlməsi ilə bağlı ki, həmin torpaqlar yenidən sahibinə qaytarılsın, Gəncə şəhər apellyasiya məhkəməsində məhkəmə prosesi keçiriləcək. Elşad bəy, bax, biz indi deyək ki, belə hadisə yeri kimi deyək də, ki, hadisə yerindəyik. Kifayət qədər normal, qəşəng evlər tikilib. Bu evlərin altındakı torpaq sizə məxsus. Bəli, qanunu sənədlə, qanunu sənədlərinizi göstərə çıxarışla. bilərsinizmi? Bu da mənim, bax, qanunu çıxarışım. Devlətin mənə verdiyi qanunu çıxarışım 21 sotda burada yazılıb. Qanunu çıxarışlı torpaqlarımı Gəncə şəhər köhnə icra hakimi, sonralar isə cənab prezidentimizin sərəncamı ilə korrupsioner və torpaq dəllalı kimi həbsdə olan Mustafa Mustafayev 5 nəfər vətəndaşa satıb. Həmin o 5 nəfər vətəndaşın... Mərahim Mustafayev yoxsa? Maharət Mustafayev. Məharət Mustafayev. Bəli, Maharət Mustafayev 5 nəfər vətəndaşa satıb. Həmin vətəndaşlardan... Satıb yoxsa verib? Xeyr, satıb. Və sübuta da yetirildi ki, bəli, sotunu o vaxtki pulla 5500 ABŞ dollara həmin vətəndaşlar alıbdılar. Həmin vətəndaşlardan hətta birini MTN-də işləyən Elşən İskəndərovu sübuta yetirildi və həmin bu torpağın işi ilə bağlı olaraq Şəmkir rayonundan uzaqlaşdırıldı. İşdən uzaqlaşdırıldı. Bəli, işdən uzaqlaşdırıldı. Sonra nədənsə də Elşən İskəndərov yenidən işinə bərpa olundu. Hansı ki, devlətimizdə hal-hazırda da bu qanunlar var ki, cənab prezidentimizin də dediyi sözlər var, imzaladığı sərəncamlar, imzaladığı qanunlar var ki, hər hansı bir vəzifə başında oturan məmurun qardaşı, qohumu həbsdə olubsa da və plus başqa bir devlətdə narkotika ilə həbsdə olubsa da, həmin məmur işləməyə layiq deyil. Nədənsə sonradan Elşən İskəndərov işlə təmin olundu Yevlax şəhərində, MTN-ə. Və vətəndaşlardan biri Gəncə şəhəri Aqrar Universitetində dekan vəzifəsində işləyən korrupsioner Məhrəm İsmailovdur. Bəli, Məhrəm torpaq alanlar. Bəli. Torpağı satıblar, onlar da alıblar da. Onlar günahkar deyil ki, kimsə sizin torpağı satır. Bəli, orası düzdür. Amma onlar mənlə mübahisə aparmaq yeri əvəzinə gedib Maharət Mustafayevlə mübahisə aparaydılar. Gedib Maharət Mustafayevin üstünə düşərdilər ki, siz vətəndaşın çıxarışlı, qanunu çıxarışlı torpağını nəyə görə satmışsınız? Onunla mübarizə aparmaq əvəzinə gəlib mənlə mübarizə apardılar. Sonra isə dedilər, Məhrəm İsmailov mənə deyir ki, bəs sən gedib mübarizəni aparaydın Maharət Mustafayevlə. Mən niyə aparmalıyam? Əziz xalqım, cənab prezident İlham Əliyev cənabları, mən niyə aparmalıydım mübarizəmi? Hansı ki, mübarizəni aparmaq onlara düşürdü. Lakin bunlara baxmayaraq, Məhrəm İsmailov pulunun gücünə, pul gücünə, arxasında duran vəzifəli adamların gücünə hər cür hərəkətlərdən çıxdı. Saxta sənədlər əldə elədi. Sonunda Göygöl şəhərinin köhnə işdən azad olunan, mənim şikayətim və digər vətəndaşların şikayəti ilə işindən azad olunan Elmira Həsənovanın saxta qərarı əsasında mənim Gəncə şəhəri apellyasiya məhkəməsi və yeri məhkəmədə udduğum bütün işləri ali məhkəmədən geri qaytardı. O vaxtki zamanlarda, pandemiyanın ağır devrində
Mən Ədliyyə Nazirliyində Elçin Qasımovun qəbulunda oldum. Çox sağ olsun. Allah razı olsun. Mənə hər cürə köməklik elədi. Şəki şəhərində qəbulda oldum Nuru Quliyevin. Nuru Quliyev sədr olaraq məni qəbul elədi, dinlədi, axıra qədər sözümə qulaq asdı və mənə dedi, narahat olmayın. Sizə hər cürə köməklik olunacaqdır və köməklik də olundu. Köməkliklər də olundu. Mən Şəki məhkəməsində Elmira Həsənovanın saxta qərarını ləğv elətdim. Ali məhkəmə həmin qərarı qüvvədə saxladı. Lakin buna baxmayaraq, Gəncə şəhəri apellyasiya məhkəməsində sərəncamların ləğvini vermişdim. Sərəncamların ləğvini Gəncə apellyasiya məhkəməsində İslam Həsənov qərarları, sərəncamların qərarını ləğv eləmək əvəzinə qismən təmin elədi. Cənab Prezident, əziz ulu öndərimiz Heydər Əliyevin davamçısı, siz dəfələrlə demişsiniz, hər bir çıxışlarınızda dəfələrlə demişsiniz ki, icra başçılarının verdikləri sərəncamlar saxta sərəncamlar hesab edilsin. Sərəncamlarla tikililər sökünsün. Lakin buna baxmayaraq, sizin verdiyiniz qanunlara riayət etməyərək, İslam Həsənov sərəncamları ləğv eləmək əvəzinə sərəncamları qismən təmin elədi. Mən sonuncu işim dekabr ayının 16-sı saat 10:00-da torpaqlarda tikilən tikililərin söküntüsü ilə bağlı işimə baxıldı. Gəncə Apellyasiya Məhkəməsinin hakimi Mustafa Mustafayevin sədrliyi ilə işə baxıldı. Lakin 2 saat yarım keçirilən məhkəmədən sonra Mustafa Mustafayev işi bu il yanvar ayının 13-ü saat 15:30-a təyin elədi. Mən bu işlə bağlı çəkilişlərdə oldum Bakı şəhərində. Allah razı olsun hər kəsdən. Çəkilişlər elədilər, yayınlandırdılar və yenə də olaraq mən sizə deyirəm, cənab prezident, mən sizdən xahiş edirəm, cənab prezident, mənim bu söküntü işi ilə bağlı olan işimi nəzarətinizə, öz sərəncamınıza götürüb tapşırıqlarınızı verəsiniz. Bəli, mən Əli Toğrul müəllimin qəbulunda oldum. Qəbulda məni dinlədi. Sədr məni Gəncə Apellyasiya Məhkəməsinin sədri. Qəbulda məni dinlədi. Son sözü bu oldu. Siz niyə narahat olursunuz? Dedim, cənab sədr, mən narahatam. Ona görə narahatam ki, İslam Həsənov sərəncamları ləğv eləmək əvəzinə qismən təmin elədi. Son sözü bu oldu. Elşad Məmmədov, siz narahat olmayın. Şəki, yerli, Ali məhkəmə sizin xeyrinizə qərarlar qüvvədə saxlayıb. Siz söküntüdən narahat olmayın. Bəli, söküntünün qərarı veriləcək. Sizin işinizə obyektiv olaraq baxılacaq və söküntü qərarı veriləcək. Dedim, Allah razı olsun. Və buna baxmayaraq, cənab prezident, mən yenə narahatım. Ona görə narahatam ki, məhz Gəncə Apellyasiya Məhkəməsində İslam Həsənov kimi hakimlər işləyir. Ona görə narahatam ki, sizin verdiyiniz qanunları, sizin dediyiniz sərəncamları, sərəncamlara attığınız imzaları, o kürsülərə oturtduğunuz bəzi hakimlər, sədrlər var ki, riayət eləmir. Sizin Azərbaycan xalqının qarşısında dediyiniz sözlərə qulaq asmayaraq, öz bildikləri kimi hərəkətlər edirlər. Mən ona görə də cənab prezident, cənab Mehriban xanım Əliyeva sizdən xahiş edirəm. Mənim söküntü qərarımı öz üzərinizə götürəsiniz, nəzarətə götürəsiniz və öz tapşırığınızı Gəncə Apellyasiya Məhkəməsinin sədri və hakiminə tapşırığınızı verəsiniz ki, mənim işimə düzgün baxılsın. Ali Məhkəmə və Məhkəmə Hüquq Şurasının sədri İnnam Kərimov sizdən xahiş edirəm. Azərbaycanın ən böyük məhkəmələrin sədri olan və Azərbaycan məhkəmələrinin ağsaqqalı olan İnnam Kərimov. Sizdən xahiş edirəm, mənim işimi üzərinizə götürün. Mənim işimi nəzarətə götürün və öz tapşırığınızı verin ki, söküntü qərarı doğru, dürüst və obyektiv olaraq verilsin. Sağ olun. Hörmətli izləyicilər, nəzərinizə çatdırım ki, Elşad Məmmədov Gəncə şəhər sakinidir. 2012-ci ildə ona məxsus 21 sot torpaq Yeni Gəncə ərazisində Nizami rayonunun sabiq icra başçısı Məharət İsmailov tərəfindən Məharət Mustafayev tərəfindən gördüyünüz bu evlərin sakinlərinə satılıb torpaq olaraq
satılıb, verilib, mən indi sənəd olaraq bilmirəm, amma ev sahibləri Elşad Məmmədova belə deyiblər ki, biz bu torpaqları 5500 dollardan sotunu almışıq. Əslində bu cür evlərin tikilib onların sökülməsi də heç ürək açan olmaz. Burada da bir ortaq konsensuma gəlmək olar ki, çıxış yolu tapmaq olar ki, çıxış yolu evlər sökülməsin, həm də Elşad Məmmədovu razı salsınlar. Yəni ortaq qarşılıqlı bir ortaq məxrəcə gəlinsin ki, bu problem necə çözülsün. Hər bir halda son sözü məhkəmə qərarı deyəcək. Sabah yanvarın 13-də Gəncə Apellyasiya Məhkəməsində Elşad Məmmədovun şikayəti üzrə məsələyə baxılacaq və məhkəmə qərarı açıqlanacaq. Bu cür hadisələr baş verməsin deyə, bax belə gözəl evlər tikirsiniz, onlarla bağlı məhkəmə qapılarında sürünməyəsiniz deyə, məhkəmə qərarı ilə əziyyətiniz yerə vurulmasın, sökülməsin deyə, torpaq alan zaman, alqı-satqı işləri ilə məşğul olan zaman mütləq hüquqi şəxslərlə məsləhətləşin. Həmçinin həmin ərazinin nə zamansa kiməsə aid olub olmadığını müəyyənləşdirin. Daha sonra alqı-satqı eləyin ki, peşmanlıq çəkməyəsiniz. Həyatınız bu cür istirablarla, dava dalaşlarla, münaqişələrlə, əsəblə keçməsin. Odur ki, məhkəmə qərarını gözləyək, görək sabah məhkəmə hansı qərarı verəcək. Nəzərinizə çatdırım ki, Elşad Məmmədov onkoloji xəstədir və ağır xəstədir. Eyni zamanda müalicə götürür və sağlamlığını itirib bu mübarizə yolunda 2012-dən indiyə 14 ildir ki, adam döyüşür, mübarizə aparır. Haqqı olan sənədi ilə, sübutu ilə 21 sot torpağının geri qaytarması üçün məhkəmə qapılarında qalıb. İnanıram ki, məhkəmə bizdə ən ali məqamdır və məhkəmə doğru qərar verəcək. Təşəkkür edirəm hər birinizə. Bizi izlədiyinizə görə paylaşın və abunə olun ki, Azərbaycanda baş verən ictimai siyasi hadisələr, qalmaqallı çəkişmələr, fövqəladə vəziyyətlər və orada baş verənləri məhz bizdən Azad Media TV olaraq izləyə biləsiniz.